Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi tərəfindən yeni rəqəmsal platforma, sosial xidmət xəritəsi istifadəyə verilib. Şəffaflıq və əlçatanlığın artırılması məqsədini daşıyan platforma ölkə üzrə sosial xidmətləri vahid rəqəmsal mühitdə birləşdirir və onların coğrafi yerləşməsini interaktiv xəritə üzərindən təqdim edir. İstifadəçilər xəritə vasitəsilə xidmət növləri üzrə axtarış apara, yaşadıkları əraziyə yaxın sosial xidmət müəssisələri, icra olunan layihələr, inklüziv və mədəni tədbirlər barədə məlumat əldə edə, eləcə də birbaşa müraciət edə bilərlər. Sosial xidmət xəritəsinə e-sosial portalı üzərindən daxil olmaq mümkündür. Platforma həssas əhali qruplarının sosial xidmətlərə çıxışını asanlaşdırmaqla vaxt itkisini və əlavə müraciət prosedurlarını minimuma endirəcək. Layihə Sosial Xidmətlər Agentliyi və Dost Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində hazırlanmışdır. Sosial xidmətlər xəritəsi ölkə üzrə göstərilən sosial xidmətlərin vahid elektron platformada cəmlənməsini və bu xidmətlərin coğrafi yerləşməsini interaktiv xəritə üzərindən vizual formada əks etdirən elektron layihədir. Vətəndaşlar elektron sosial xidmət xəritəsindən istifadə etməklə yaşamış olduqları əraziyə ən yaxın sosial xidmət müəssisə mərkəzləri, sosial sifariş əsasında icra olunan layihələr və inklüziv mədəni tədbirlər haqqında məlumat əldə edə bilərlər. Sosial xidmətlər xəritəsində e-sosial internet portalına keçid imkanı təmin olunmuşdur ki, bu da müraciət prosesini daha əlçatan edir.